Məhkəməyə müraciət etməyin xüsusi qaydası varmı? Məhkəməyə hansı qaydada müraciət edilməlidir ki, məhkəmə həmin müraciətə baxsın? Bilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququ mövcuddur. Xüsusilə mülki xarakterli münasibətlərdə tərəfin üzərinə məhkəməyə müraciət etməyin xüsusi qaydası əsasında müraciət etmək öhdəliyi qoyulmuşdur. Yəni, mülki xarakterli münasibətlərdə məhkəmədə tərəf iddia qaldırarkən, o cümlədən digər məzmunlu ərizə ilə məhkəməyə müraciət edərkən forma tələblərinə mütləq riayət etməlidir. Həmin tələblərə riayət edilməməsi və qanunverici nəzərdə tutulmuş məlumatların göstərilən müraciətlərdə qeyd edilməməsi məhkəmənin həmin iddia ərizəsini geri qaytarması və ya ona baxmaması əsası ola bilər. Bundan başqa nəzərə alınmalıdır ki, şəxsin birinci instansiya məhkəməsinin qərarından, o cümlədən apellyasiya məhkəməsinin qərarından yuxarı instansiyaya müraciət etməsinin özü də məhkəmə müdafiəsi hüququnun bir parçasıdır. Yəni, şəxs yuxarı instansiyaya şikayət etməklə də məhkəmə müdafiəsi hüququnu realizə edir. Bu halda da nəzərə alınmalıdır ki, şəxsin həmin şikayətin özünün də müraciət forması olduğunu nəzərə alaraq demək mümkündür ki, şəxsin həmin şikayəti də forma tələblərinə riayət edilməklə verilməlidir. Nəinki forma tələbi, elektron qayda verilməyən şikayət də geri qaytarılır. Bu baxımdan da tövsiyə ediləndi ki, mütləq qaydada iddia məhkəməyə müraciət edərkən vaxt itkisinə məruz qalmamaq üçün ki, nəzərə almaq lazımdır ki, mülki xarakterli münasibətlərdə bəzən vaxtın keçməsi, hüququn itməsi və ya hüququn realizəsinin, tətbiq edilməsinin istisna etməsi ilə nəticələnir. Bu halda mütləq qaydada şəxs məhkəmələrdə mütləq qaydada vəkil və ya hüquqşünas dəstəyindən istifadə etmək lazımdır.